Bəzi adlar tarixə yazılır, bəzi adlar isə ürəklərə. Bu film bir insanın yox, bir amalın hekayəsidir. Vətən deyəndə tərəddüd etməyənlərin hekayəsi. Hər bir evlad, hər bir oğul ana üçün bir qəhrəmandır. Biz elə əvvəldən öyrənmişik nağıllardakı qəhrəmanları elə uşaqlıqdan özümüzə bir qəhrəman simvolu kimi seçməyə. Müəyyən illər keçir, ailə qurursan, artıq böyük başa çatdırdığın evladın, yenə də deyirəm, istər kim olur olsun, mənə belə gəlir ki, hər ana üçün evladı bir qəhrəmandır. Öz işinə çox məsuliyyətli yanaşırdı, öz formasını çox sevirdi. İnanın ki, evdə onun formasının bir də nişanına əl vurmaq mümkün deyildi. O qədər ona qarşı məsuliyyətli yanaşırdı. Belə öz işini davam elətdirdi və 18 sentyabr 2023-cü ildə Rasimlə bizim son görüşümüz oldu. Ümumiyyətlə, şəhidlər haqqında danışmaq biraz çətindir. Özü ki, şəhid bir atası kimi. Çünki insan baxmır, nə qədər olmasa kövrəlir, nə qədər olmasa bütün o xatirələr gəlir beynindən keçir. Və görürsən ki, deyiləsi bəlkə də ürək sözlərinin hamısını izah eləyə bilmirsən. Rasim haqqında danışanda heç adam ağlamaq da istəmir. O qədər belə pozitiv idi ki, necə deyimsə. Heç onu yox kimi təsəvvür eləmək olmur. Bax belə. Bu evin hər nöqtəsi Rasimdir. Bu evin hər anı Rasimdir. Biz Rasimlə, hətta yəni hər an Rasim 19 sentyabr 23-cü ildən bu evi tərk eləyibsə cismən, amma ruhən buradadır. Hər an, hər dəqiqə Rasim bu evdə var. İlk öncə Rasimlə həmişə uşaqlar barədə danışıram. Hər gün, hər saniyə deyirəm Rasim, gördün, Rüstəm bunu elədi, Rəsul bunu elədi. Sonra bütün problemlərimiz, bütün hər şey Rasimlə həll olmuş bu heç. İnandırım sizi bir ilahi bir qüvvədir ki, yəqin bütün cavablar da gəlir. Çox uğurlu insan idi, çox şanslı olan idi. Əlini nəyə vururdu, şans gətirirdi. Əlini nəyə vurdu, o qədər işləri yaxşı gedirdi ki, əli vurduğu hər işdən gülü gəlirdi. Yəqin ki, yəni, onun uğuru o idi. Yəni, elə nəticəsini də uğurla qoydu. Bəzən biz vətən anlayışını özlüyümüzdə çox fərqli görürük. Məsələn, mən əminəm ki, mənim vətən anlayışımla sizin vətən anlayışınız bir balaca fərqli ola bilər. Bəs insan öz ailəsində şəhid verəndən sonra vətən anlayışını necə yaşayır, necə qarşılayır? Çox. Belə deyək, vətən daha da şirinləşir. Nədən şirinləşir? Çünki onun uğrunda canını, qanını vermirsən. Yəni ki, bu şəhid kimdir? Mənim qanımı daşıyan bir insandır da. Qardaşımın balası, ciyər parasıdır. O, bu vətən uğrunda gedibsə, bəlkə də vətən məfhumu mənim üçün yenidən doğulur. Mən belə deyəm. Və dərk eləməyə başlayırsan ki, sən bu vətənin övladısan, sən də. Və sənin canının bir parçası da bu vətən uğrunda gedibdir.
mənim qardaşım yoxdur və bəzi yoldaşlarım içində Rasim olmaq şərti ilə doğrudan da qardaşdan yaxın bir münasibətimiz olub. Biz hərbi xidmətdə bir yerdə olmuşuq. Qismət tale ilə gətirdi ki, biz xidmətə başlayan zaman, Daşlar orqanlarına qəbul olan zamanda bir yerdə qəbul olduq, bir yerdə xidmət etdik. Son gününə qədər də bir yerdə, yəni çiyin-çiyinə işləmişik. Son müddətə qədər, Rasimin şəhid xəbəri gələnə qədər də biz bir yerdə xidmətdə olmuşuq. Deməli, 31 avqustda tarixində idi. Biz axşam oturmuşduq evdə. Rasim xoşlamırdı axşamlar ondan sonra harasa getməyi, gəzməyi. Həmişə deyirdi ki, biraz özünü şey dedi ki, gecdir, belə. Nəsə birdən oturmuşduq, mənə dedi ki, durun yeni gedək parka. Böyle çöndüm, soruşdum, yəni əminsən, belə. Deyirəm, saat 11-ə işləyib, 10 dəqiqə hara gedirik? Dedi, yox, durun gedək. Neyse, biz də sevinə uşaqların tez olun, ata bizə deyir, parka aparır. Neyse, həm də mən də dedim ki, gel maşınla gedək. Dedi, yox, piyada gedək. Biraz ara var evdən, Gənclik parkına dedim. Getdik, parka çatdıq. Parkın bir yerində balaca kafe vardı, orada kofe verirdilər. Özü də bilir ki, mən kofe xoşlayıram. Deməli, gəldik, oturduq orada, mənə kofe zakaz elədi. Oturduq, mənə dedi ki, biz ora, mən həmin anda onu unutmuşdum. Biz ora fevral ayında getmişdik bir dəfə. Mən ona dedim ki, bəs mənə kofe al. Ora təzə açılmışdı. Mənə dedi ki, kaşyokum qalıb maşında. Nəysə, ala bilmədi. Həmin anda mənə o kofeni, bilməm, nəsə oldu, ala bilmədi. Getdi, orada kofeni içəndə. Mənə dedi ki, yadımda mən sənə fevral ayında bura gələndə mən sənə kofe ala bilməmişdim. Böyle baxdım ona, indi iç. Və orada biz çoxlu şəkil çəkdirdik. Rəsmi çəkmişəm, ailəvi çəkmişəm. Orada bir də onun tək şəkli var. Mən onu sizə göstərəcəm. O şəkildə Rasimin üzündə qəribə bir hüzün var. Gözlərində qəribə bir kədər var. Bizim yanımızda olduğu üçün, bizlə olduğu üçün çox yaxşıdır. Hiss olunur ki, ruhən rahatdır ki, ailəm yanımdadır, uşaqlarım yanımdadır. Amma qəribə bir hüzün var gözlərində. Ümumiyyətlə deyirlər ki, Allah həmən insanlara onu neçəsə vaxtdan əvvəl göndərir, o hissiyatlar ona gəlir. Yəqin ki, məni 19 gün qalmışdı artıq onun rəhmətə getmə, şəhadətə ucalmağına və yəqin ki, nəsə bir hissləri hiss edirdi, o nəsə bir şeylər vardı onun içində. Bilirsiniz ki, bu erməni separatçıları bizim o Qarabağın o deyir ən dilbər güşələrini Xocalıdır, Xocavənddir, Xankəndidir. Həmin o bölgələrdə yenə də bu separatçılar görünürdülər. Onlara demişdilər ki, yəni yenə də döyüş gözlənilir. Yəni gəldi özü də evdə dedi. Dedi ki, bəs bir dəfə bizə deyiblər ki, yəni ciddi olun, yəni daha ayıq-sayıq olmaq lazımdır. Yəni biz də bir həmişəki kimi bunu sakit qəbul elədik ki, amma sən demə hər şey başqa cür olacaqmış. O 7 gecəsi gəldi, işə hazırlaşırdıq. Növbəti gün ayın 18-i açılırdı birinci günə. Dedi ki, Nigar, mənə sumka hazırlamalıyım. Bəlkə getdik Xocavəndə, Qarabağa getdik. Əslində Qarabağ deyirdi, yəni imini yerini demirdi heç vaxt. Dedi ki, bəs şeydir, gəl sumka yığaq. Rasimi bu formada gündəlik formadır, bir də var başqa forma. Onu da ayrıca düzəltmək lazımdır. Ona rütbələrin hamısını yapışdırmaq lazımdır. Mənə dedi ki, qayçı gətir, onu deşib yapışdırmaq lazımdır. Nəysə, biz onu deşəndə o qayçı getdi Rasimin barmağını deşdi. Qan götürdü, getdi, bütün əli alqan oldu. İstər-istəməz bir damcı da formaya dəydi. Mən həmən anda çox pis stres keçirdim. Dedim, Rasim olar getmədi. Bir anlıq elə bir o da mənə gəldi, həmən hisslər. Bir də gördüm, Rasimdən video zəng gəlir.
Bir anlıq belə çaşdım ki, bu dəqiq Rasim, yəni bir anlıq adam ilk dəfə olanda götürdüm, gördüm formada maşın rolun arxasında, bəs mənə zəng eləyib. Hə, bəs deyir, çıxmışıq, gedirik. Bəs mənim yerdə dayanmışıq, dincəlirik və sənə zəng elədim. Necəsən, nə edirsən? Mən həmin anda bir anlıq başladım ağlamağa. Məsələn, mən onu 2 dəfə yola salmışdım, heç birində ağlamamışdım. Hətta mən ikisi də gedəndə mən onun arxasınca su atmışdım, amma burada ata bilmədim, mən onu yola sala bilməmişdim. Mən məktəbdən çıxmışam saat 2-də, elə gəlirdim, Rasimin də uşaqları mənim yanımdaydı. Gördüm ki, yolda belə 2 nəfər qadındır, cavan qadın danışır, deyir ki, bəs eşitmisən polislər şəhid olublar, belə. Bunu mən inanırsınız, bax belə eşitdim. Bu telefonda o 8 polisin şəkli çıxmışdı. Dedim ki, mən yaxınlaşdım, dedim ki, onlar şəkilə baxın. Dedi ki, nə olub? Dedim ki, bəs mənim oğlum da onları gecə aparıblar, o da polisdir. Mən o uşaqların heç birini onda tanımırdım. İndi onların ailələri ilə biz yaxın münasibətdə tanıyırıq bir-birimizi. Mən orada Rasimin şəklini görmədim. Saat 9 idi. Artıq bizə iş başladı. Başlamışam öz rutin işlərimi görməyə. Amma Rasim mənə zəng baxıram ki, yazmır, girməyib WhatsApp-a. Saat 4 ərəfəsində 5-ci dəmiş hardasa 19-u gündən söhbət gedir. 19 sentyabrdan. Artıq hamı bilirmiş. Artıq bütün mənim iş yoldaşlarım Rasimin adının Elşən adı ilə səhv düşdüyünü başa düşüb. Və bu paylaşılıb ki, Elşən yox, Rasim Məmmədov rəhmətə gedib, şəhadətə ucalıb və onlar ikisi də oxşar olduğuna görə, hətta onlar şəkil yayımlanıb, orada Elşənin şəklidir. Siz təsəvvür edirsiniz, saat 6-dan işdən çıxan insan 40 dəqiqə mən tıxacda oturdum. Və siz təsəvvür edin, mən həmin anda istər-istəməz avtomatik o havanı çəkmişəm, o havanın videosu da məndə var, həmən günün havası. Bütün göy qapqaranlıqdır. Bütün buludlar qaradır. Yəni onu ancaq görmək lazım idi həqiqətən. O mənə hiss etdiyi qədər də çəkmişəm o videoya. Nəysə, yəni həmin gün o gün idi. Nəysə gəldim evə saat 4-5-in yarısında. Rasimin dayısı da bizə yaxın yaşayırlar. Dayısının yoldaşı gəldi bizə. Gəldi, oturdu. Elə söhbət. Sən demə buna zəng gəldi. Qardaşım zəng eləyib ki, bəs nə edirsiniz? Deyib heç nə oturmuşuq. Deyib sakitcə düş gəl həyətə. Həyətə düşəndə o görüb ki, həyət doludur adamla. Bu vaxtda atası gəldi. Atası gəldi. Görürəm ki, o da biraz gec gəlib. Deyirəm ki, niyə gec gəldin? Gəldi, dedi, mənə bir stəkan su ver. Su verdim, gəldi, oturdu. Görürəm, bu bütün əsir. Belə bədi, əsir. Mən başladım belə, dedim ki, nə olub ki? Dedi, sən bir söz deyirəm, amma bax, özünü yaxşı saxla. Bəs Rasim yaralanıb gətirirlər. Mən də başladım ağlamağa, dedi, bax, hayküy çıxartma. Sakit ol, bax, aparacam sən onun yanına. Onda da demirəm, belə, gah deyirdilər, yaralıdır, gah deyirdilər, sən demə artıq gətiriblər. Saat 4 idi. Mən yaxınlaşdım pəncərəyə ki, burada millət nəyə yığılıb, bura nə olub? Xəstəni belə qarşılar belən içinə. Gördüm, bayrağı asdılar. Çıktım. Hamıya qışqırdım. Dedim, məni aldattınız. Dedim, məni aldattınız. Siz
təsəvvür etməsin bunu saat 4-ə qədər, nə qədər dua eləmişdim. Dizim yaralı gəlir. Bilmədim, ayağı var, əli var, qolu var. Yəni, bilmirdim nə, yəni nə olub. Dedim, qolu yoxdursa ona ömürlük qol olacam. Ayağı yoxdursa ayaq olacam. Lazım olsa can olacam, amma yəni sağ gəlsin. Ona görə, yəni o qədər ümidim vardı ki, o bayrağı görənə qədər. O bayrağı görəndə bir anlıq yəni, o haykırmaq istədim. İstədim bütün dünya mənim səsimi duysun ki, məni niyə aldatdınız? Yəni çox qışqırdım, çox. Heç bir əhəmiyyəti yox idi. Yəni artıq olan olmuşdu. O bir dəhşət idi, bir fəlakət idi. Yəni ki, bu Rasim elə bir ki, mənim atamdan, babasından hardasa apreldə mi, sentyabr, 4-5 ay çəkdi araları. Bir tərəfdən baba dərdi çəkirdim deyə. Gəldim, babanın məzarı yaxın orada, arasında heç 30-40 metr məsafə yoxdur. Dedim, ay baba, nə yaxşı ki, sən tez getdin, bu günləri görmədin. Sən nə xoşbəxt adamsan. Nə deyirsə, əmanət edir. Bilirsiniz, nə qədər insana təsəlli versələr də, yəni onun yerinə heç kim vermir. Heç kim. Heç kim. Müharibələr elə belə oyun deyil ki, gedəsən, oynayıb gələsən. Müharibədə itkilər də veririk, müharibədə gəlməyən də olur, müharibədə itən də olur, şəhid də olur. Yəni, bu da yəqin bizim qədərimiz idi ki, bu yolda Rasim şəhid oldu. Hər bir tədbirində Rasimi iştirak eləməyə könülllə varam. Sadəcə iştirak eləyirəm, sonra çox çətinlik çəkirəm. Mən çox çətindir. Rasimin 2 övladı var. Biz borcumuz odur ki, həmişə Rasimin övladlarının qulluğundadırıq. Mən gedirəm, gələcəm, hamıya yaxşı bax, sözünə qulaq asın. Bunu deyib çıxmışdım. Allaha əlhəmdülillah, şükür məsləhətinə ki, Rasimi bu gözəl uca zirvəyə layiq gördü. O onun artıq öz qazandığı idi, yəni onu özü qazanıb. Amma o qazançla da ailəsini necə qorumaq, necə arxasında dayanmaq, bunu hiss elətdirmək bizə bu başqa bir şeydir. Yəni başqa bir hisslərdir. Necə deyim? Sadəcə olaraq mən sağ ol deyirəm. Birinci Allaha, sonra da Rasimin ruhuna ki, o uşaqlarını, öz ailəsini bulut kimi qorudu və məncə belə baxaram ki, biz yəni Allah gedindən onsuz da bu dünyaya gələn bir gün gedir. Yəni biz onun yanına çatana qədər o bulut davam edir. O buludda bizi qorumağa davam edəcək. Onun vəsilə olduğu, onun vasitəçi olduğu hər şey bizim uşaqlarımızın yolunda işıq olacaq. Və buna görə Rasimə sağ ol deyirəm. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Və mən bir onun xanımı kimi, şəhidimin xanımı kimi qürurla bu adı daşıyacağıma və onun övladlarına layiqli həyat tərzi yaşatmağıma yəni söz vermişəm. Onsuz da ona söz vermişəm. O inşallah Allah nəsib eləsin. Bu sözümün üstündə durmağı Allah ömür versin. Sağ-salamat bunu eləyə bilim. Bu işdə, bu filmdə əziyyəti keçən, yəni hamıya, mən indi hamını tanımıram,
Amma hamıya dərin minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Çünki çox gözəl qarşılandıq. Hətta Fuad müəllim dedi ki, çox təəssüf eləyirəm ki, bu illər keçib, artıq biz bilməmişik. Mən də qınamıram, çünki artıq 3-cü ilə keçib, amma bizi elə qarşıladılar ki, həmin məktəbin, yəni bütün müəllim heyəti, başda Fuad müəllim olmaqla, mən inanın ki, mən Rasimimlə bir də fəxr elədim. Fəxr elədim, axtardım onu ki, o sevincimi onunla bölüşüm, amma heyf ki, yəni yenə də deyirəm, o bəlkə də görür, bəlkə də hamısını hiss eləyir. Məmmədov Rasim Oqtayoğlu 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan İdman Akademiyasında alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçib. Hərbi xidmətini tamamladıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əlahiddə çevik polis alayında xidmətə başlayıb və çavuş rütbəsində çalışıb. 9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda qəhrəmancasına şəhid olub. Ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycan İdman Akademiyasında adına fəxri təqaüd təsis olunub və auditoriyalardan birinə Rasim Məmmədovun adı verilib.